137-yə baxaq görək nə deyir. Şair nə deyir? Deyir ki, sən qoşa bulaqda billur selimsən. Rövşənim nigarım, çənli belimsən. Vətənim, millətim, obam elimsən. Ey milim muğanım, nə üçün gəlmədin? Baxın, misralara nəzər salanda, bax birinci misrada deyir ki, sən qoşa bulaqda billur selimsən. Burada billur sel var, yəni billur selim kimisən. Bənzətmə varsa nə var? Deməli, təşbeh var. Sonra deyir ki, Rövşənim, nigarım, çənli belimsən. Elə burada da var. Çənli belim kimisən və yaxud da obam elimsən. Yəni obamsan, elim kimisən. Bənzətmə varsa deməli təşbeh var. Sonra deyir ki, billur selimsən. Yəni billur sel. Bədii təyin varsa deməli nə var? Epitet var. Sonra deyir vətənim, millətim, obam elimsən. Ey milim muğanım, niçin gəlmədin? Yəni burada da uşaqlar mil muğan deyəndə, yəni mirdəki muğandakı insanlar nəzərdə tutulur. Yəni ad dəyişmə var. Ad dəyişmə varsa nə var? Metonimiya var. Deməli bizim cavabımız olacaq epitet, təşbeh, bir də metonimiya. Cavab olacaq C variantı.